işlədək. Bu da dəhşət pigmentlidir. Ona görə də ehtiyatla tətbiq etmək lazımdır. Bilmirəm, çəhrayı oldu bu biraz, amma nə qədər qəşəng qalacaq sonda geyimi də geyinəndən sonra görəcəyik. Nə qədər şikayətdən deyin. Pudranı da süpürəyik. Belə bir fırça ilə. Nəsə bugün makyajlamadım. Deməli, dodaqlara keçək. Boyasını sonda tətbiq edəcəm. Ondan əvvəl üzümü bolca fixing sprey ilə spreyləyirəm. Highlighter olaraq bayaq göstərdiyim Wet n Wild'ın bu paletindən istifadə edəcəm. Burada 2 dənə fərqli rəng var. Biri belə çəhrayı, biri isə şampan rəngi. Hər ikisini qarışdırıb tətbiq etmək istəyirəm. Bolca highlighter. Mən restorana girəndə hamı paraltıma dönüb baxsın. Tuj olaraq isə Faberlic'dən 3 manata ya da 3 manat 60 qəpiyə aldığım bu 2XL Multi Lashes False Lashes Mascara. Nəysə də bu hamının təriflədiyi məşhur tujdan istifadə edəcəm. Mən belə nazik fırçalı tujları çox sevirəm. Qalın tüklü fırçalı tujlar heç xoşuma gəlmir. Bunun fırçasını da teleskopika oxşatdığım üçün sınamaq istəyirdim. Mənə çox maraqlıydı. Düşünürəm qiymətinə görə çox yaxşı bir performansı var. Axı beləmədə yaşamamışam mən gün ərzində, yəni göz altına falan yayılmayıb. Mən çox da tətbiq eləmirəm, ondan da ola bilər, amma pikmin qızlar kimi oldum hə. Mən çox da tonal vurmuram, mən tuj tətbiq eləmirəm, mən hər şeyi az vururam. Amma elə deyiləm yəni. Əslində makyaj eləməyi çox sevirəm. Bir vaxtlar heç makyaj eləmirdim, elə o pikmi qızlardan idim. Daha sonra dəyişdik və belə uzun gözlüyün qabağında makyaj eləməkdən çox xoşum gəlir. Təzə makyaj vasitələri, kosmetik vasitələri almaqdan da çox xoşum gəlir. Sadəcə bu tujda belə sizlə xoşuma gəlmir. Baxın, bura belə bir şey düşdü. Burada bəzi belə xırda şeylər yaranır. Yəni dəyir də. Göz qapağını deyə bilir, amma eybi yox. Bunu qulaq çöpüylə götürəcəm. Məncə qəşəng oldu. Dodaq boyası olaraq Faberlic'in ən sevdiyim, çox sevdiyim bu dodaq boyasından istifadə edəcəm. O qədər gözəldir. O qədər gözəldir ki. Çox da bilinmir. İfisiyo, bu da belə. Of. Qaşımı dağıtdım mən. İndi isə keçirik saçımı hazırlamağa. Hazıram, makyajımı birlikdə elədik. Saçımı da burdum. Bəzi tərəflərdə buruqlar biraz fərqli alındı. Ancaq eybi yox, aksesuar olaraqsa bu sırğalardan istifadə elədim. Məncə qəşəng görünür. Bu isə paltarımdır.